Emin bəy, çox insan elə bilir ki, 11-ci sinifdə universitet seçmək hələ tezdir. Amma əslində artıq gecikmisiniz. Edumax Akademi olaraq 8 və 9-cu sinifləri hədəf götürürsüz. SAT və xaricdə təhsil proqramları üçün neçənci sinifdən başlamaq lazımdır və geciklikdə hansı imkanlar itiririk? Çox qəşəng sualdır. Bu sualla bağlı bildirmək istərdim ki, əvvəlki illərdə biz 9, 10, 11 kimi nəzərdə tuturduqsa, bu ilki dönəmdə artıq biz 8-ci sinifdən artıq tələbələrin hazırlığına başlayırıq. Niyə? Buna görə ki, 8-ci sinifdən etibarən tələbənin bir il ərzində riyazi və ingilis dili baza biliklərini tamamlayırıq. 9-10-cu siniflərdə tələbə SAT və yaxud hansısa AP proqramına, hansısa proqrama hazırlaşacaqsa bunu bitirir. 11-ci sinifdə isə tələbə artıq biraz stresli dönəmdə olduğunu nəzərə alaraqdan buraxılış imtahanı var, attestat var, din var, ailə baskısı var, min dənə problem var da. Eyni anda da tələbənin sosial backgroundunu gücləndirəcək hansısa bir proqramı o çərçivəyə daxil etməyimiz üçün vaxt qazanırıq. Nəticə etibarilə tələbə 8-də başlayır, 11-ci sinifin dekabrına qədər hər bir prosesi bitirmiş olur.